biz Allahın ad və sifətləri haqqında olan 5 şey var ki, o müsəlmanlara vacibdir onu etmək, vacibdir. Yəni, hər kəs bu ilə əməl etməlidir və bunu həyatına tətbiq etməlidir. Onlardan biri də duauhu bihə, Allahın ad və sifətləri ilə Allaha dua etməlidir. Əgər kim duasının qəbul olmağını istəyirsə, qardaşlar, Allahın ad və sifətlərini öyrənsin və Allahın ad və sifətləri ilə dua etsin. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allahın 2 adı var ki, kim o 2 adı, Allahın o 2 adı ilə Allaha dua edərsə, heç vaxt duası rədd olunmaz. Hansı da olar? Əl-Həy, Əl-Qayyum. Onları Bəqərə, Ali İmran və Taha surələrində axtarın. Onlar da hansıdır? Həy, Əl-Qayyum. Bəzi alimlər deyiblər ki, Səidi Rahimullah, Allahın 2 adı var ki, o adla heç vaxt dualar rədd olunmur. O hansıdır? Ər-Rəhman, Ər-Rahim. Ər-Rəhman, Ər-Rahim. Yəni bunu Şeyx Sədi Rahimullah deyir.